Mən birinci bax bir dənə test case yazmalıyam. Nə test case-i? Bura username və pasportu mən düzgün yazıram. Username və pasportu yazandan sonra loginə klik eləyəcəm və logində mənim qabağıma bu inventor səhifəsi çıxmalıdır. Inventor səhifəsinin çıxmalını mən necə gələcəm ki, burada produkt yazısı varsa, deməli ki, mənim testim uğurlu keçsin. Düzdür? Mən bu üçün nə etməliyəm? Test case yazıram bir dənə buraya tez bazar. Ki Buna bax test case yazmışdım da. hə, ya mən indi başqa bir şey üçün yazıram. Bax bir dənə test case, create test case. Baxırsan, İsmail şey. Bəli, adını da qoyuram. Düzgün data daxil etməklə. Düzgün datalarla test düzgün datalarla login analığının doğruluğunun yoxlanılması. Okay. Burada yazıram. Düzgün login istifadəçi düzgün username və password daxil etdikdən sonra yox, daxil edib login donuna klik etdikdən sonra hansı səhifə inventory səhifəsindən uğurla keçid etməlidir. Bunu məsələn belə yaza bilərəm ki, bu test description yazılır ki, bu test istifadəçi. Bu test lazım deyil. Nə bilim, bunu yoxlayaraq bunu yox, konkret olaraq necə? Cümləni demək istəyirəm, necə bir cümlə yazmalıyam. Yəni bunları daxil edərək səhifəyə düzgün daxil olduğunu bir də din yazaq. Uzun olacaq, yadımdan çıxdı. Bu test sözü lazım deyil. Zaten bilinir ki, burada bir dənə test var yəni. Onda üç nədir? Yəni budur. Okay, bu test, bu test. İstifadəçinin düzgün username və password daxil edərək, daxil etməklə login butonuna klik edib bildiyini yoxlamaq üçündür. Klik edib bilməsini yoxlamaq üçündür, məsələn. Edərək login butonuna klik etdikdən sonra səhifəyə uğurla keçid etməsini yoxlamaq üçündür. Məsələn deyirəm, yəni yazmaq. Okay, edə bilərsən. Üçündür, amma yəni bunu belə konkret bir cümlə kimi yazmaq lazımdır, yoxsa bu edə bilərsən, amma bu test falan lazım, belə bir şey lazımdır. Nə edəcəm? Bütün hamısında biraz şey çıxır axı. Bu test, bu test. Zaten bilinir də, yəni bu bir dənə. Test bu test. O test bu test yəni. Yəni bu yazdığım düzdür, nə bilim, ChatGPT məndən zor yazar. O mənada demirəm, amma yəni ki mənim üçün məsəl üçün bu rahatdır və mən belə gəlir ki, hamı bunu başa düşür ki, mən nə demək istəyirəm burada. Düzdür? Burada gəlirəm suite. Suite bu dəqiqə nəyi seçirəm buradan? Mənə aiddir və logini seçirəm. Düzdür? Severity. İşte baxırsan sən buna. Severity. Severity nə idi? Bilmirəm. Problemin yox. Bax, burada bir dəqiqə problem varmı? Yox, problem yoxdur. Bu dəqiqə mən test case yazıram. Bu problem deyil axı. Yox. Seçməliyəm. Bu severity. Söhbət təkcə problemdən gəlmir. Bax, severity bu dəqiqə mən nə edirəm? Funksionallığı yoxlamağa çalışıram. Düzdür, funksionallığın, problemin yox. Funksionallığın nə dərəcədə şeydir. Bir də ola bilər ki, bug sən yaradanda bug'ın da severity falan. Onu nə edirsən? Bug'ın severity nə qədərdir? Mən bu dəqiqə bunun severity-sini mən qoyuram nə? Məsələn, çox kritikdir, yəni bu 100% həmişə olmalıdır. Düzdür, yəni mən login eləməmiş, burada heç bir əməliyyat görünmürəm də. Deməli ki, bu çox kritik bir şeydir məndə. Priority nədir?
Priority yox. Priority də vacibliyi. Yəni ki, müştəri tərəfdən. Bu da yenə də vacibdir, düzdür? Hə. Gör nə qədər tez hazır olmağı yox. Müştəriyə nə qədər önəmlidir. Önəmlidirmi? 100% önəmlidir. Bax bu severity. Nədir? Ki mən login olmasam zaten heç bir iş görəmirəm, düzdür? Yəni bütün şeyi bloklayır da. Bütün işimi bloklayır, düzdür? Eyni tərəfdə də priority də haydır. Niyə? Çünki müştəri tərəfdən də şey eləsək, müştəri login ola bilməsə, yenə o da heç bir iş görəmir. Normalda bu severity-ni çox görməyəcəksiniz sonuçta. Sonra bu type nədir? Type bir dəqiqə bizim elədiyimiz hal-hazırda götürürük, hələ ki götürürük funksional test. Nə edirik? Login funksionallığını yoxlayırıq. Sonra layer nədir? Layer burada eləyirik. Əslində heç biri deyil. Çünki bu API test, bunların heç biri deyil. Bunlar nədir? Ərəbi keçişidir. Unit test diyor, API çəkəcəyik. End-to-end deyil. Bu end-to-end ki, bilirsiniz də nədir? Ki, mən login olsam, sonra əlavə eləsəm, onu gəlib alsam da, bu end-to-end. Ona görə bunu da end-to-end saymıram. Burada layer heç nə seçmirəm. Amma deyir ki, bizə bir dəqiqə deyir, seçsə, vacibdir ki, seçəsən. Bu varsa, düzdür, bir yanımızda buna. Bu varsa o deməkdir ki, bunu mütləq seçməliyəm və buna bax, bu ulduza normalda deyirlərinə mandatory, yəni ki, vacib field. Bu qavabıza çox çıxacaq. Ki, işdə falan, məsəl üçün, mandatory field deyirlər, bax buna. Çünki bunun ulduzu var. Mandatory input da deyə bilərsiniz. Ondan sonra is flaky. Is flaky nədir? Bax, sən testin ola bilər ki, hər dəfə məsəl üçün, bilmirəm, qavabıza çıxıb belə bir şey. Nəsə edirsiniz, proses ortada qırılır. Nəyəsə görünənmi? Hansısa bir internet kəsilməsi deməkdir. Tutaq ki, funksionallıq belə olur ki, tap qırılır. Məsəl üçün, maşın kodlamaq. Maşın kodlamaq hər dəfə olan şeydirmi? Və hər dəfə kodlanırsan maşın. 10 il ərzində hər dəfə kodlanır. ISO. Deməli, nədir? Bu, orada flakiness var. Yəni, nədir? Sənin funksionallığın hər dəfə ödənmir. Bildin? Bu dəqiqə, bu nədir? Is flakydirmi? Hal-hazırda biz o logini yoxlayırıq. Düzdür? Neçə dəfə eləsək bu dəqiqə bizim qavamıza o problem çıxmayacaq da, düzdür? Mən ona görə bir dəqiqə bunu seçirəm ki, yox. Bu flaky deyil, yəni bu davamlı olaraq işləyəcək. Düzdürmü? Milestones nə? Milestones adını deyirlər açıq. Yəni bunları bilmirəm, heç qeyd edirlər yoxsa. Bunu anlamadım tam. Nəyə görə, hər nəyə görə yox seçdiyimizi flaky-də? Bax, məsəl üçün, ödəniş sistemi. Ödəniş sistemində səndə flakiness ola bilər. Yəni qırılma oldu. Aysa, qırılma. Bəs yox seçdiyin nə deməkdir? Yəni qırılma olmayacaq heç vaxt. Burada heç vaxt yox, hal-hazırda bizim elədiyimiz testlərdə, yəni ki, onda flakiness necə yoxlayırlar? Sən bunu tutaq ki, 100 dəfə test edirsən, oradan bir faiz çıxarsan ki, 100-dən nəsə faizdə məsəl üçün qırılır. Tutaq ki, 5%-də qırılırsa, 5%-ın nədəni var da, məsəl üçün, ola bilər ki, sənin internetindən olsun, ola bilər ki, nə bilmək, sistem dözməsin və yaxud nə düzdür. Bunlar müştəri tərəfindən zaten qabaqlarına çıxa biləcək bir şeylərdir. 95% ödənirsə, bu deməli səndə flakiness çox azdır da. Yəni sən ona görə burada yaza bilərsən ki, flakdir. Məsələn, bu ödəniş sistemi nədir? Ödəniş sistemində təkcə səndən asılı olan şeylər yoxdur axı da. Düzdür? Çünki sən tutaq ki, viza ilə ödəniş edəcəksən. Viza ola biləcək ki, qırılsın, nə bilim, nə. Düzdür? Və yaxud funksionallığı axıra qədər düzgün yazılmır. Belə bir şeydir. Belə bir şeylər də olur ki, funksionallıq işləyir, amma tam olaraq sənin istədiyin kimi işləmir də. Arada özündənsə error verir, bilinmir ki, nədəndir. Düzdür? Və yaxud datalar falan özünə dəyişə bilir. Hansısa bir developer gəlib datan dəyişir, ona görə sənin testin qırılır. Testin qırılırsa, deməli yenə də flagdir. Bax, məsəl üçün bankdan deyim, bank hesabı seçmək istəyirsən, tutaq ki, orada developer bir daha belə bir şey, tutaq ki, databazan gedir, resetləyir. Databazanı resetləyəndən sonra sənin orada hesablar görsənmir səndə. Nəticədə nə olur? Test gəlirsən hesabı seçə bilmirsən, hesab yoxdur. Deməli nə olur? Testin qırıldı. Bu səndə olur ki, flaggy test. Sən bu flagginess'in qabağını almaq üçün nə etməlisən? Developera deməlisən ki, bax, sən resetlədin, sən resetləyəndən sonra ora məsəl üçün filan hesabı təzədən elə ki, özünə əlavə eləsin. Bildin? Reset oldu, avtomatik data gəldi ora və sən də girirsən, görürsən ki, sənin orada hesabın var,
Nəsə nə oldu? Ucu testin qırılmır oradan keçir. Flakiness-in azaldı. Flakiness faizini belə deyim azaldı. Amma bu dəqiqə biz burada neçə dəfə var istəyirik o username və parolla girək. Hamısında giriş edəcəkdir, düzdür? Deməli ki, bu nədir? Bizdə bu flakiness yoxdur burada, çox azdır. Milestone açıq mənim yanımda deyil. Nədir? Nə vaxt istifadə eləmişəm, heç bu da yadımda deyil. Gəldik behavior. Behavior pozitiv, negativ, destruktiv. Bu nədir? Kimin yadına alın? Səfa o sualları mənə vermişdi. Pozitiv negativ sıxmayanlar deyil. Negativ odur ki, səhv edib olmaq ki, işləmir, məsələn, səhv data daxil etmək. Pozitiv odur ki, düzgün data ilə. İndi bu nədir? Bu pozitivdir. Bir də var, destruktiv var. Destruktiv bunun qabağında eləyəcək. Bu bilirsiniz nədir? Biz indi bu dəqiqə nə edirik? Funksionallığı yoxlayırıq ki, login olacaq yoxsa yox. Düzdür? Bir də yəni bunu elədim pozitiv. Bir də destruktiv var. Bu funksionallığı yoxlamaq üçün deyil. Bu non-functional test var. Hara ki mən nəyi yoxlayıram ki, neçə saniyəyə məsəl üçün olur. Performans yoxdur. ISO. Tutaq ki, mən bu var idi, performans glitch user. Hara ki bunu yazırdım 3 saniyəyə gedir. Mən bunu test case-ini yazacağamsa, onda onu mən seçirəm destruktiv. Tamam. Yəni o birinci var, məsələn onu seçəndə həmişə 1 saniyə demək olar ki açılır, amma digərləri seçəndə daha gec açılmalı. Əgər onu seçirəmsə, onda burada destruktiv. Yox, onu seçəmirəm. Məqsədim mənim nədir, nə test eləməkdir? Mən logini test edirəm, yoxsa neçə saniyəyə login olur, onu test edirəm. Nəticədə yenə login olacaq, amma nə qədər vaxtda olacaq. Bu funksionallıq deyil axı. Məsələn, funksionallığın hər halda ödənir. Amma nə qədər vaxtda ödənir söhbət var. Functional testdə sən yoxlayırsan ki, prosta bu ödəndi yoxsa. Okey, bunun funksiyası nədir? Loginə klik edim, atdım mənim inventor səhifəsinə, əla. Non-functionalda nəyi yoxlayırsan ki, 100 dənə user eyni anda login eləsə nə olacaq? Sökürmü yoxsa yox, bildin? Nə qədər vaxtda gedəcək? Onun security məsələləri falan var. Orada tutaq ki, mən başqa parol yazsam nə olacaq? Databazda olan başqa parol yazsam gedəcəm yoxsa yox? Mən bunu seçim bura pozitiv. Automation status bu dəqiqə nədir bizdə? Manual seçirik. Çünki bunun heç bir avtomatlaşdırması yoxdur. Əgər biz bunu avtomatlaşdırılmış halda olsaydı bizdə, biz bunu eləyəcəyik bura automated. Avtomat olanda case olur ki, ümumiyyətlə. Yox, necə? Sən bura test case'ləri yazırsan, düzdür, çoxlu test case yazmısan. O bir tərəfdən də yazdığın test case'ləri başlayırsan avtomatlaşdırmağa. Hardan biləcəksən ki, hansını avtomatlaşdırmısan yoxsa yox? Bunu seçilə biləcəm. Burada mən bunu seçsin, məsəl üçün automated, oradan bilirəm ki, pis olar. Bu test avtomatlaşdırılıb, bildin. Amma bu dəqiqə biz bunu eləyirik manual. To be automated nədir? Mən bunu eləsəm, bu o deməkdir ki, hal-hazırda mən bunun üzərində işləyirəm. Hal-hazırda avtomatlaşdırma üzərində işləyirəm. Nə bildin, tam hazır deyil, amma ki olacaq. Bunu eləyəndən sonra və yaxud bu avtomatlaşdırılmalı test case-dir. Bütün test case-lərdə avtomatlaşdırmaq lazım deyil bu arada. Nəyim varsa, deyirəm, sənin məsəl üçün 500 dənə test case-im var. 500 dənəsində avtomatlaşdırmaq lazım deyil. Çünki orada kritik şeylər var, düzdür. Sən tutaq ki, logini 100% avtomatlaşdırmalısan. Amma ki, hardasa geyim nəyəsə rəngini yoxlayacaqsansa, bunu avtomatlaşdırmağın heç bir adı yoxdur. Çünki ona nə qədər vaxtın gedəcək və mənası yoxdur. Zaten gözlə görsən də onların şey, düzdür. Priority məsəl üçün çox aşağı olan şeylər var da ki, bu fontun ölçüsü 17 piksel olmalı. Bunu niyə avtomatlaşdırasan ki? Bildiniz? Və bunlar məsələn, onu test case kimi yaza bilərsən. Test case kimi olsun, məsələn, fontun ölçüsü belə olacaq, rəngi belə olacaq. Bunları manual kimi yazıb saxlaya bilərsən. Amma bunu avtomatlaşdırmağın mənası yoxdur. Bunu mən burada tutaş qoyuram ki, to be automated, yəni ki, gələcəkdə mən bunu avtomatlaşdıracağam. Muted case bilmirəm nədir. Bu qabağımıza çıxa da bilər, çıxmaya da bilər. Çıxsa, əla, səssiz. Muted eləyib susuram. Precondition nə idi? Kamran? Precondition-da link qoyursan. Precondition nə idi?
Önceden. sayfası olmalıdır. Girdiğin yerin linki olsun. Daxil olsun. Başqa. Username yazılı olmalıdır. Qarşı deyirəm, qoy video vaxtdan çox gəlməsin. Precondition nədir? Mən əvvəlcədən nələri eləməliyəm? Mənim məsəl üçün username və passwordum olmalıdır ki, mən bu test case eləyim. Mən bura nə yazmalıyam? İstidəci username və passwordu olmalıdır. Mən precondition. Bu 100% olmalıdır. Bu olmasa məsəl üçün mənim bu testim işləməyəcək. Ondan sonra text nə var? Text bilmirəm nədir. Burada Allah bilir. Bunu hər cür burada belə şeylər var ki, milestone bunu tutaq ki, başqa cür konfiqurasiya edə bilirlər. Məsəl üçün bu tagləri başqa cür konfiqurasiya. Ona görə mən burada nəsə deyərəmsə ki, işdə başqa cür görərsiniz. Bunlar konfiqurasiya oluna biləcək şeylərdir. Yəni mən bu dəqiqə dediyim o demək deyil ki, yəni tutaq ki, bunu nə edə bilərlər? Example type. Mən bura tutaq ki, login bir dənə əlavə edə bilərəm. Prosta da ki, bu mənim login funksionallığıma aid olan bir şeydir. Bunu edə bilərəm və yaxud bura elə bilər ki, buradan da mən yenə end-to-end test seçə bilərəm və yaxud başqa bir test növlərini seçə bilərəm. Yəni bu çox fərqli şeylər ola bilər. Attachment nədir? Mən bura hansısa bir şeylər, screenshotlar və yaxud videolar ata bilərəm. Post condition nə edə bilərsən? Tutaq ki, sonda nə olmalıdır? Məsəl üçün bütün inventar görünməlidir. Sonra orada nə yazısı var idi? Product. Hə. Yazısı görünməlidir. Mənim oldu post condition. Post condition başqa bir sən necə edə bilərsən? Bax, tutaq ki, bu daha çox harda yazılır? Bax, sən, məsələn, hansısa bir sayta login olmuşsun, şey eləmişsən, subscribe var, nə deyirlər ona? Follow. Yox, follow yox, subscribe var ki, abunə olursan, tutaq ki, 1 illik, düzdür? 1 ildən sonra sənə mail gələcək ki, qarışsan, vaxtın bitir, düzdür? Sən nə yazırsan? Sən test case yazırsan ki, ümumi nə üçün? 1 ildən sonra adama mail gələcək ki, vaxtın bitir. Bu sənin post condition. Bütün işlər görülür, bir neçə vaxt keçir, nə bilim, nə. Ondan sonra nə olur? Post condition, yəni bu iş bitdi, nə qədər vaxt keçir, daha sonra. Bu səndə yəni bu dəqiqə gözlənilən result kimi yaza bilməzsən də. Sən onu oturub 1 il gözləməyəcəksən ki. Düzdür? Ona görə gözlənilən result və post condition ayrı-ayrı şeylərdir. Gözlənilən result sən şey yazacaqsan, 1 ildən sonra adama mail gələcək, bu biraz şeydir, onu necə yoxlayacaqsan, düzdür? Düzdür, onda yolları var. Bayaqları Kamran dedi, o yuxarıdan aşağı, aşağıdan yuxarı söhbətləri var. O ilə yoxlama olur. Eləmək olur ki, 1 ili 1 saniyə ərzində belə çevirirsən, çıxır gedir. Amma onlar hamısı automation-la bağlı olan şeylərdir. Onlar manual olan şeylərdir. Bəs o şeyə aid post condition, o ödəmə edəndə orada yazılır, tamamlandı, gözlənilir. Hə. Orada post condition olur. Post conditionlar nə yaza bilərsən? Tamamlandı və yaxud statusları dəyişəcək, falan statusu da olacaq. Məsəl üçün, o alış-veriş eləyirsə, orada başlayır şeylər ki, hardadır. Məsələn, post condition o yaza bilərsiniz ki, filan məsəl üçün də təqribi vaxtda, məsələn, 2 həftə ərzində filan şeydə olmalıdır. Hansı şərtdən sonra harda olacaq? Yəni, bunların hamısını post condition yaza bilərsiniz. Gəldik bura. Bir daha bunu tez bazar. Bizim əsas şeyimiz bir dəqiqə budur. Test, step action. Step action deməli yazıram ki, navigate to website. Hansı website-a gedirəm? Gəlirəm bura. Ondan sonra bu mənim mazı qeydir, Allah'ım olsun. Öz üzərindən hər dəfə bir şey çıxardım orada.
properly yazaq, daha tez olsun da. İkinci nədir? Enter username to enter data yazaq, data to username input ne yazarıq? Standart user bunu bıraktım. Secret sauce bunu YouTube'un bıraktım. Burada ne olur? Username ne? Input yazabilirim. Deyirəm ki, username datası username inputunda göründü. Bura bunu yazdım və göründü burada. Bunda eyni şey yazıram ki, tez bazar olsun. Yazaq ki, password ondan sonra nə yazıram? Click to login button. Data yazıram. Ne olur? Should navigate to main page yazarım. Main page değil. Inventory page. Ondan sonra user see text. Hansı text görməlidir? Ayda. Product. Elədim, save elədim. Əla. Bu hazır. Bax, bunu yazdınız, düzdür. İndi belə fikirləşək ki, frontend, backend öz üçün hamısını görüb, sizə gətirir, verir bu şeyi. Bunu verirsə, deyir ki, otur bunu test edirəm. Sənin test case'lərin hazırdır. Mən necə test edirəm? Gəlirəm bura test run-a. Gördüm, bax, test runs. Gəldim, eləyirəm start new test run. Manual olacaq, nə bilim, nə, environment. Bu dəqiqə burada environment falan yoxdur. Seçəmirik. Bunları keçək bir dəqiqə. Test case, hansı test case'lər eləyəcəm? Email, login. Məsəl üçün, 4 dənə test case eləyəcəm. Tamam. Start run. Deməli, onu bu. Və o, budur. Mütüdür. Aha. Bax, gəlir, bax, belə bir şey. Və yaxud bunu mən yazmışam, tutaq ki, Kamran yoxdur. Kamran bax, gəlir, birinci bunu oxuyur ki, bu üçün mənə lazımdır. Username, password falan. Baxıram ki, görüm, burada arası adam username yazıb, burada var, okey, əla. Yoxdursa, nə olmalıdır? Burada heç yerə data tapmıydı, məsəl üçün Kamran. Gəlib ya developerdan olmasa gəlib PO-dan dataları alır, gətirir, özündə saxlayır və yaxud istəsə burada əlavə eləyə bilər ki, növbəti dəfədə tapa bilsin özü və yaxud özündə harasa qeyd eləsin, falan fərq eləmir. Götürdü dataları, username passwordu, başlayır burada bir şey eləməyə. Navigate to website, input data bul. Aha, deyir ki, bura keçid elə. Bura keçid elədim, əla, nə oldu? Website açıldı, baxıram ki, açıldı, əla. Bu oldu məndə past. Düzdür. Ondan sonra. Actual result açılır. Bu nədir? Expected. Gözlənilən nəticə nədir? Gözlənilən nəticə açılmalıdır. Website açılmalıdır. Və bu nədir? Hazırdakı nəticə nədir? Açılıb. Deməli, mən burada nə yaza bilərəm? Bir dənə belə bir şey. As expected. Yazdım. Yəni ki, gözlənildiyi kimi oldu, açıldı bu. İkinci addım nədir? Gəlirəm, budur ki, bu datanı götür hara yaz, username inputuna yaz. Götürəm, bunu bura yazıram.
Sonra deyir nə olmalıdır? Username, hə bu burada görsənməlidir. Baxıram ha, görsəndi, əla. Okey, bu da keçdi. Zor. Sonra bu eynisi də bu. Bunu da yerə yenə yazıram. Keçdi, əla. Və burada as expected yazası gedir idi, yəni getdi. Hə, gəldik bura. Nə elədik? Login butonuna klik elədik. Amma indi bir dənə məsələ. Mən login butonuna klik eləyəndə belə bir şey eləyirəm. Buradan bir dənə götürüm bunu sileyim. Düzdür. Deyirəm ki, login butonuna klik eləyəndə nə olmalıdır? Inventory page-ə keçməlidir və produksiyasını görməlidir. Götürüm login butonuna klik edirəm. Məsəl üçün bu açılır mənə. Görmürəm. Nə oldu? Bizim bu test case'imizi pəs eləyə bilərik? Yox. Yox. Niyə? Çünki bu şərt ödənmir. Bu şərt ödənməyəndə də yazıram failed. Mən bunu yoxladım 2 dəqiqə 28 saniyəyə və kommentimi nə yazıram ki, nə görsənmədi orada? Product texti didn't appear. Aha, burada nə yata bilərəm? Götürəcəm mən bura bir dənə screenshot. Məsəl üçün bunu götürdüm də bellədim. Çəkdim bunu da götürdüm. Gətirdim, attım bura. Add result. Aha, bunu da elədim. Hə, bir dəqiqə bunları keçək. Yəni görüm keçə bilirəm. Hə, actual result nədir? Buradan çıxan defekt. Yazısı userə görünmədi. Aha. Bax, nəticədə də görsən yazır add defect. Düzdür. Mən buradan artıq nə edirəm? Götürürəm. Bir dənə. Görüm, bunun özündə bilmirəm. Test case şey yazma olur. Hə, burada test case yazma olur. Daha doğrusu burada bug report desən yazma olmur. Bunu da necə qoşmalısan? İnvalid nə demək? Invalid nə səhv yazdı bu arada? Kim tərəfindən? Bax, tutaq ki, belə deyim də. Sən nə vaxtsa o login funksionallığını yazmısan, düzdür? Amma sonradan dəyişiblər. Deyiblər ki, orada username, password və nə bilim, ad familiyalı yazmalısan, tutaq ki. Düzdür, 3 dənədir. Amma səndə test case nə qalıb? Username və password yaz. Düzdür, nəticədə sən... Səhv olmalı. Hə. Yox, sən test case update eləməmisən. Hə, başa düşdüm. Düzdür, oradakı tamam başqadır. Amma sən burada yazan tamam başqadır. Deməli ki, bu nədir? Bu sənə heç bir işə yaramır da. Düzdür. Bunu edirik biz invalid və niyə invaliddir? Onu da yazırıq burada nəticəsini. Yox, update edəndə köhnəsinin üstünə yazırsan, gələ bilər. Silə də bilərsən. Belə momentlər olur ki, silə də bilirsən. Məsələn, çox şeydir, hər şey dəyişibsə, düzdür, görsən heç bir mənası yoxdur. Yəni, silirsən, təzən yazsan. Məni bura əd eləməmişsiniz. Eləməmişik, eləyərəm. Login passwordu göndərirəm. Tak. Bax, bu belə. Düzdür. İndi mən nə eləməliyəm? Bax, Jira'da məsəl üçün olsaydı, o Jira'nın bir-iki dərsi gətirsəm görsədəm. O da göstərdim, necə şeyləri, bug yaradırıq, nə bilim nə. İndi özümüzdən bir dənə bug yaratmağa çalışaq. Online notepad. Bu dəqiqə mənə heç bir fərqi yox. Ki, mən bug'ı harada yaradıram, necə yaradıram. Əsas odur ki, nəsə olsun. Bug'ın birinci şeyi nə idi? Mənim nəyim olmalıdır? Title'ım. Title'da nə yazım indi? Kamran. Title'da nə yazaq? Aha. Başlıq deyək, nə belə deyək. Hə. Olan yerdə məsəl üçün bug bilmirəm hansı tərəfdə nəyə bug edir. Düdümdə sən bug nədir? Burada bu yoxdur. Hə, produktda. Inventory səhifəsində produkt belə bir teksti yox. Produkt sözündə olan şey quşların arasında. Burada bir dəqiqə buna ehtiyac yoxdur.
Ona görə bilirsən. Ondan sonra Hə? Ondan sonra description var bir də məndə şeydə. Bug dedim mən düzdür. Description nə olacaq? Deyirəm ki, biraz da açılışın yazımda istifadəçi login olduqdan sonra inventory əslində nəyi görmür? Prosuz və bundan sonra yazsın ya da yaz. Hə, mən niyə belə yazdım? Login olduqdan sonra görmür. Bir dəfə yadınızdadır, mən sizə bir dənə şey göstərdim. O bankda da ödənişlər var idi. Hansı ki, ödənişlərin sayını göstərirdi. Əslində göstərmirdi, amma keçəndən sonra göstərirdi. O hansı halda, bax burada da eyni şey ola bilər. Məsəl üçün mən developer kimi ki, baxıram ki, mən bu dəqiqə saytdayım. Keçid edirəm, görürəm ki, görsənir də, bildin? Ha, o məsələ var ki, hansı halda görsənmir söhbəti var. Bildin, bax, bu belə bir məsələ ola bilər. Ona görə mən burada yazıram ki, login olandan sonra görsənmirdi. Daha açıq şey. Hə, mən nə edirəm sonra? Yazıram ki, steps to reproduce nə idi? Login və parola. Steps to reproduce'un sözü özü, yəni ki, mən bu bağı təkrarlamaq üçün elədiyim addımlar. Steps to reproduce gedir bu. Bir nə yazıram? Yazıram ki, bir sayta keçid et. Burada çox şey yazmasam da var. Yazıram ki, düzgün üzərində parol ilə sayta daxil ol. 3 nə yazıram? Sol. Yox, saytı daxil ol zaten şeydir. Sol yuxarı daxil ol. Bax, 2 dənə. 2 dənə step əladır. Sonra nə yazıram? Actual result. Həmçə hal-hazırda bizim problem nədir? Saytın sol yuxarı küncündə product yazısı üzərə görünür. İki dənə yazırıq. Okeydir. Priority var. İndi biz o dəfə seçirdik də, priority zad seçirdik. İndi biz burada əllə yazaq da tutaq ki. Yazarım ki, severity. Səfa, bunun severity'si nədir səncə? Normal. Bax, severity'lər nələr var? Hansı severity'lər var? Bax, bir dəqiqə bir şey deyim. Severity-də bütün şirkətlərdə hamısında özlərinə görə ayrıca severity var. Beləsində ola bilər ki, 3 dənə olsun. Beləsində ola bilər ki, 7-8 dənə olsun. Bunlar fərqli. Burada kritik idi, normal idi. Düz deyirəm. Bir də low səviyyə var, aşağı səviyyə. High da var deyəsən. Hə. Elə bunlar. Okey. İndi burada nə yazım? Hətta low yəqin ki. Çünki mən görməməsi problem yaratmışdır. Görünməməsi problem yaratmır. İstifadəçisə heç bir. Çünki o dəfəkində də belə yazmışdıq. Aha. Severity. Priority nə olar ki? Priority bilsən nədir ki, bu istifadəçini nə qədər bloklayır, nə qədər əhəmiyyətli istifadəçi üçün. Nələr var idi prioritetdə? Yəni səncə bu ümumiyyətlə nə qədər əhəmiyyətlidir bu yəni? Elə də çoxdur. Mən də log deyirəm. Mən də log deyərdim. Elədim log. Düzdür. Ondan sonra başqa nə yaza bilərəm? Neydi o? Bunu ben soruştum sizdən. Nə? Şəklinə qoya bilərsən. Hardadır? Qırılma söhbəti burada yazılır onu. Sizə qırılma. Yox, burada qırılma söhbəti. Hə, heç də. Qırılma. İnternetdə deyil. Hə. Bayaq soruşdum sizdən, dediniz ki, o qırılma olur nədəsə.
Neyse boş ver onu. Bunlar şəklini qoyursan, skrini qoyursan. Hə, bu Flecky Hə, o söz. bu Flecky'də bug report açmırsan. Bax Flecky'də zaten bilirsən ki, o səndə yaranacaqdır. Onda hər dəfə sən o yəni bug report açanın mənası yoxdur da, bildiyim. Məsələn, bu harda hansı device-dən test olunur? Windows. Gələcək. Reported by kim? Öz adım, familiyam. Ondan sonra nə yazıram? Bunu harda yoxlamışam məsəl üçün mən? Bu hansı versiyasında? Nerede oldu? Ha, device. Məsəl üçün Mac OS yazdım. Nə atıram da Chrome-da yoxlamışam. Versiyadakı nədir bu? Какой-то versiya. Düzdür. Ondan sonra nə gəlir? Başqa nə yaza bilərəm? Yadınızda nə qalıbsa. Videosu adını indi atmır. Videosu falan tutaq ki atdıq da. Belə Precondition, post condition yazmalı yəqin ki. niyə? Daxil olmaq üçün precondition lazım deyil. Yazmaq. Yoxsa ehtiyac yoxdur. Evet, Steps yazaq. yazmışıq. Hə, tamam. Burada çox ehtiyac olmur. Bunu bəzi hallarda ola bilər ki, yaza bilərsən orada ki, falan şeyləri elə. Stepləri yazmayacağım sonra. Bax, onlar sən burada, bu belə deyim də, sən necədir? Formal bir şey deyil. Yəni burada şeydə yaz, stepsə də yaza bilərsən ki, birinci tutaq ki, sən ümumiyyətlə belə deyim də, lazımdır ki, saytda hansısa məhsulların olsun ki, başqa bir şeydən danışım. Saytda məhsulların olsun ki, sən orada məhsulların məsələn şəkillərinə baxasan ki, hamısı düzdür yoxsa yox. Düzdür. Amma bir dənə məsələ var ki, sən hər dəfə sayta girəndə sayt belə deyim də, hər gün sıfırlanır. Bax belə fikir, hər səhər sayt sıfırlanır. İçərisində heç bir məhsul zad heç olmur. Düzdür, sıfır data ilədir. Sən burada nə eləməlisən? Əvvəlcədən bir də precondition yaza bilərsən ki, sayta məhsulları daxil elə, ondan sonra giriyor. Mahnılar qəşəngdir. Aha, görsən. Tam bana nə söylə. Sonra bu attachmentləri də əlavə elədim mən. Hə. Attachmentdə burada şəkildir və yaxud video nəsə bunu da əlavə elədim. Bu da getdi. Sonra nə var? Mən bunu harda yoxlamışam? Mən bunu test mühitində tapmışam, yoxsa pre-production'da tapmışam, yoxsa production'da tapmışam. Düzdürmü? Mənə bu da lazımdır. Yazıram ki environment. Production. Nə bilim, güya ki bu şəkildə biz bura yükləmişik. So, bu da mənim oldu bug reportum. Bu qədər. Bitdi, getdi. Test case'dən də uzun oldu. Ya bunları normalda olsa bir şey eləmirsən ki, orada o günlər görsənmişdim, özün seçib eləyirsən belə falan. Amma bu daha aydın olmalıdır. Bax, problem odur ki, bu daha aydın olmalıdır. Çünki bunu sən developera verirsən bildin. Yəni mən nə qədər aydın yazıram, fikirləş, hər developer gəlirsə ki, görsə görünməlidir orada məsələn. Burada ekspertlə aktualın yeri səhv deyil. Elə bir şey yoxdur, yəni ki, dəyişə də bilərsən. Yəni İşdə var, sənə belə bir şey deyim, yəni belə şeyə heç kim fikir vermir də bildim. Mən ümumiyyətlə deyirəm, yəni video çəkib atıram, bunların heç birini yazmıram tutaq ki. Düzdür, atdın getdin. Burada belə çox da fərq eləmir ki, olmalı. Düzdür, indi nəyəsə əsasən kimsə deyə bilər ki, olmalıdır. Səni yəni belə deyim də, bunu bilmədinsə, sən köy edirsən, mənasız bir şey. Əsas odur ki, olsun, olub olmamağı, hə, o başqa şeydir. Başa qayıdıqdan sonra verə bilərəm. Bilərsiz. Dediniz ki, məsələn bizə gəlib soruşur ki, loginlə bağlı yazdıqlarını, bununla bağlı yaz. Biz bunu yazmışıq, daha çox onu göstəririk. Və daha sonra özümüz mü bunu yoxlayıb bu bug reportu tapırıq? Biz özümüz. Bax, özün də yoxlaya bilərsən, nə bilmək, sən tutaq ki, yazdığın test case'ləri Kamran yoxlaya bilər. Hə, yəni kimsə bunu yoxlayıb, mən yazdığım case'yə özüm yoxlayıram, sonra tapdığımı da qeyd edirəm. Və yaxud sən yazdığın hesabları işdən çıxdın tutaq ki, düzdür?
başqa bir adam gəldi sən yer və o oturub baxmalıdır görüm nə cür test case'lər var. Hə, yəni Bildim. case-də olan səhvləri qeyd etmək ya da hər hansı halası uyğunsuzluq varsa bu bug reportlardandır və biz onu qeyd edirik. Bax orada görün bayaqlar Case biz olmayanda report, bug report olmur onda. hə, yəni. Yox, test case'in olmayanda sən yenə bug report tapmısansa, zaten bug report ya eləməlisən. Bug reportu yazmalısan. Amma bug reportu yazdın və o fix olunandan sonra artıq oturub həmin onun test case'ini yazmalısan ki, gələn dəfə onu da yoxlayasan ki, doğrudan da o qırılmayacaqlar bundan sonra. Onu davamlı olaraq yoxlamalısan. Proses belədir əslində. Ki bir dəfə qırıldı, hə, okey, bu qırıldısa, deməli ki, bu yenə qırıla bilər. Bunun şansı var qırılmaq şansı. Nə edirsən? Test case'ini yazıb davamlı olaraq onu yoxlamalısan. Bildin? Yəni beyin işi daha çox case yazmaq və bug reportdan ibarət görür. Hələk. Hələk.